Salam dəyərli müəllimlər, bugün sizlə birlikdə Azərbaycan dilindən bəzi hissələrin testlər üzərində izahına baxacağıq. Bu tipli testlər bizim qarşımıza həm sertifikasiya imtahanında, həm də müəllimlərin işə qəbulu imtahanında çıxa bilər. İzahdan öncə bir şey xatırlatmaq istəyirəm. Bilirsiniz, imtahana artıq az müddət qalıbdır. Bizlə proqramı bitirmək istəyirsinizsə, bizlə hazırlaşmaq istəyirsinizsə, aşağıda akademiyamızın nömrəsini qeyd edirik. Həmin nömrəyə yazaraq ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Yəni həmin nömrəyə yazıb qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz. Əgər bu tipli videoların davamını kanalımızda istəyirsinizsə, mütləq şəkildə kanalımıza abunə olursunuz və daha sonra videonu bəyənib, rəy yazıb və eyni zamanda videonu öz yaxın həmkarlarınızla da paylaşmağı unutmayın. Və qeyd etdiyimiz kimi, nə qədər çox abunə sayı artarsa, biz də imtahana qədər sizə dəstək olmağa çalışacağıq. Təbii ki, dəstək olacağıq. Burada mən Instagram səhifəmizi də qeyd edəcəyəm. Həmin Instagram səhifəsində tezliklə müxtəlif suallar paylaşılacaq. Bu suallar yeni model suallardır. Və həmin Instagram səhifəsində həmçinin demək biz elanlar, daha sonra nəticələrimizi, müxtəlif məzmunlu paylaşımlar eləyirik ki, onlardan da xəbərdar olmaq üçün Fatih altdan xətt Akademiya yazmaqla həmin Instagram səhifəsini tapa bilərsiniz və oradan bizi izləyə, yəni takib edə bilərsiniz. Qeyd elədiyim kimi, həmin səhifədən biz müxtəlif məzmunlu sertifikasiya ilə bağlı müxtəlif məzmunlu testlər, müxtəlif məzmunlu izahları həmin Instagram səhifəsindən də paylaşacağıq. İndi isə başlayırıq izahımıza. Birinci sualda görək bizdən nə istəyir? İnci sözü hansı nitq hissələrinə aid amonim kimi işlənə bilər? Bilirsiniz ki, inci sözü amonim kimi işlənir. Bir məna tayı inci, mirvari, daşqaş, dür, sədəf bu anlamda isim kimi, digər mənası isə incimək feili kimi işlənir. Yəni bir məna tayı isimdir. Digər məna tayı isə təbii ki, feildir. Yəni amonimlər, bəzən deyirlər ki, amonimlər yalnız eyni nitq hissəsinə aid olmalıdır. Xeyr, bu belə deyil. Amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid ola bilər. Yəni amonimlərin belə bir qaydası yoxdur ki, onlar yalnız eyni bir nitq hissəsinə aid olur. Amonimlər müxtəlif nitq hissəsinə də aid ola bilər və burada biz müxtəlif nitq hissələrinə də aid ola bilər və biz burada isim və feil kimi işlənən inci sözünü görürük. Demək dedi ki, inci, sədəf, dür, mirvari bu anlamda isimdir. Yəni inci, nə bu anlamda isimdir. İsmin sualına cavab verir. Bir də incimək, nə etmək, feilin sualına cavab verir və feil kimi də işlənir. Doğru cavab oldu 1-3, yəni E variantı. Burada amonimlərlə bağlı əlavə bir məlumat qeyd etmək istəyirəm. Bilirsiniz ki, amonimlər deyilişi və yazılışı eyni, lakin müxtəlif leksik mənaları ifadə edən sözlərdir və amonimlərdə sizin diqqət yetirəcəyiniz əsas məsələlərdən biri başlanğıc forma məsələsidir. Yəni mütləq fikir verin ki, sözlər veriləndə onların başlanğıc formaları eyni olsun. Bəzən qrammatik şəkilçi o sözü başlanğıc formadan çıxarır və beləcə başlanğıc forma həmin o hissə olmur. Ona görə mütləq başlanğıc formaya fikir verin. Yəni söz yaradıcılığı ilə amonimləri müəyyən qədər əlaqələndirin. Sözü kök və şəkilçi ayırın və başlanğıc formalarının eyni olub-olmaması məsələsinə diqqət yetirin. Təbii ki, bu videoda mən amonimlər haqqında geniş məlumat verə bilmərəm. Hansı hissədə özünüzü çaşdıra bilərsiniz, həmin hissəyə toxunuram ki, yəni başlanğıc formada müəyyən qədər müəllimlər çaşa bilir. Onu çaşmamaqdan ötürü də qeyd edirəm ki, başlanğıc formaların eyni olması məsələsinə diqqət yetirin. Və bu tipli tapşırıq sertifikasiya imtahanında istifadə edilə bilər. Yəni bu tipli test tapşırıqlar ümumiyyətlə amonimlərlə bağlı qarşınıza test nümunəsi çıxa bilər. Keçək 2 nömrəli test tapşırığına. 2-də bizdən soruşur ki, biz evə hamıdan sonra getdik cümləsindəki sözlərlə bağlı səhv fikri müəyyən edin. Aha, gəlin baxaq A variantına. A variantında qeyd olunub ki, biz şəxs əvəzli idi, adlıq haldadır. Getdik, kim, biz. Kim sualına cavab verir? Kim sualına cavab verir? Demək ki, adlıq haldadır. Yəni adlıq halın sualın verdiyimə görə demək bu söz adlıq haldadır və biz də şəxs əvəzli idi. Bilirsiniz ki, əvəzlik əvəz etdiyi nitq hissəsinin sualına cavab verir və burada da ismi əvəz eləyibdir və kim sualına cavab verir. Eyni zamanda adlıq halın sualı da kim sualı var və demək ki, bu fikir doğrudur. Ona görə bunu çıxıram. Demək, baxırıq B variantına. Getdik sözü şuhudi keçmiş zamanda olan feildir.
Get sözün köküdür. Di şuhudi keçmiş zamandakı da qrammatik şəkilçisidir, şəxs onluğudur. Burada di şuhudi keçmiş zamanın şəkilçisidir. Birbaşa kökə artırılan di şəkilçisi zaman şəkilçisidir və zaman şəkilçiləri bilirsiniz ki, qrammatikdir. Və burada da di də qrammatikdir. Nəyə görə? Çünki ondan sonra feillərdə bilirik ki, maqmək şəkilçisi artıra bilmədiyimiz olur qrammatik. Getdimək deyə bilmədiyimə görə demək ki, di burada qrammatik şəkilçisidir və eyni zamanda di ümumiyyətlə qrammatik şəkilçisidir və di burada demək zaman şəkilçisidir. Bu fikir də doğrudur. Bizə səhv fikir lazımdır. Hamıdan qeyri-müəyyən əvəzlikdir və çıxışlı haldadır. Hamı qeyri-müəyyən əvəzlikdir və dan da çıxışlı hal şəkilçisidir. Yəni qeyri-müəyyən əvəzlik çıxışlı haldadır. Bu fikir də doğrudur. Daha sonra qoşmadır. Hardan bilirik? Gəlin baxaq. Hal şəkilçili sözdən sonra sözü gəlibsə, o qoşmadır. Yəni hal şəkilçili sözlərdən sonra gələndə olur qoşma. Yox, əgər desəydi ki, məsələn, sonra gələrsən, məsələn, yazıram ki, sonra gələrsən. Baxın, burada sonra sözü zərfdir. Zərf. Hal şəkilçili sözdən sonra gəlməyibdir. Yəni sonra birinci gəlibdir. Ona görə burada olur zərf. Amma hal şəkilçili sözdən sonra gəlib zaman məzmunu ifadə edəndə olur qoşma. Evə yer zərfidir, yönlük haldadır. Evə getdik, təbii ki, yönlük haldadır. Bu aydın məsələdir, amma yer zərfi deyil. Evə sözü isimdir. İsim. Baxın, biz qeyd etmişik ki, yer zərfləri ilə bəzən yer məzmunu bildirən isimlər bir-biri ilə qarışdırılır. Bunları fərqləndirmək üçün nəyə diqqət yetirməliyik? Bir daha qeyd edirəm. Əvvəlki videolarda da qeyd etmişik. Baxın, əgər bir şey konkretliyi bildirirsə, o isimdir. Yox, əgər o bir şey konkretliyi bildirmirsə, yəni yer məzmunu ifadə edən söz konkretliyi bildirmirsə, o zaman o söz olur zərf. Məsələn, deyirəm ki, içəri. İçəri sözü dedikdə, yəni içəri dedikdə, biz bilmirik ki, yəni nəyin içərisindən söhbət gedir. Konkret məzmun bilinmir. Və yaxud da deyirəm ki, ora get. Yəni ora haradır, şəhərin orasıdır, nə bilim, hansısa müstəvirinin üstündə ora get, nəyinsə üstündə ora get. Bu bilinmir. Amma desəm ki, kəndə get, artıq konkret məzmun məlumdur ki, bu kəndə getməlidir. Yəni burada biraz da konkretliyi axtarıb deməyin ki, hansı kəndə gedəcəyi məlum deyil. Biz burada konkretliyi axtarırıq ki, bu şəhərə getmir də, bu kəndə gedir. Bu qəsəbəyə də getmir, kəndə gedir. Amma ora deyəndə, ora məzmunu, bilmirik ki, ora sözünün məzmunu kəndi ifadə edir, qəsəbəni ifadə edir, nə bilim, şəhəri ifadə edir. Yəni, haranı ifadə etdiyi məlum deyil. Bu olur zərf, konkret yeri bildirən isə olur isim. İndi ev dedikdə, məktəb nəzərdə tutulmur ki, və yaxud da hansısa bir iaşə obyekti nəzərdə tutulmur. Ev dedikdə elə məhz ev nəzərdə tutulur, demək ki, konkretliyi bildirir, o olur isim. Yəni, evə sözü burada isimdir, yanlış fikir, yəni səhv fikir lazım olduğuna görə doğru cavab olur D variantı. İndi keçək 3 nömrəli test tapşırığına. Hansı cümlədə əvəzlik sifətin yerində işlənib, yəni sifəti əvəz eləyibdir? Əvəzliyin əsas funksiyalarından biri bütün əsas nitq hissələrini əvəz etməsidir. Mən bu il məktəbi bitirəcəyim. Kim? Mən burada ismi əvəz eləyibdir. Amma bu il hansı il deyə sual verib, sifətin sualını verib deyə bilərsiniz ki, bu əvəzlikdir və burada əvəzlik sifətin yerində işlənibdir. Lakin bilməlisiniz ki, bu il zaman məzmunlu mürəkkəb zaman zərfidir. Yəni zərfdir. Ona görə bu variantı çıxırıq. Təbii ki, digər sözlər əvəzlik deyil. Onlara xəbər verin ki, toplantıya gecikməsinlər. Kimə? Onlara. Düzdürmü? İsmin sualına cavab verdi. Demək ki, onlara burada ismi əvəz eləyib. Bizə sifətin yerində işlənsin deyir. Bunu sənə verəcəyəm. Bunu sənə verəcəyəm demək cümləsində bunu və sənə sözləri var ki, yəni nəyi, bunu, kimə, sənə. Burada görürük ki, ismin suallarına hər iki əvəzlik cavab verir, yəni ismin yerində işlənibdir. Həmin tələbə imtahana gəlmədi. Hansı tələbə? Həmin tələbə. Baxın, sifətin sualına cavab verir. Hansı? Və eyni zamanda sifəti əvəz eləyibdir. Sifəti. Təbii ki, nitq hissəsi baxımdan əvəzlikdir, amma sifətin yerində işlənibdir. Ümumiyyətlə, həmin əvəzlik yalnız sifəti əvəz edən əvəzlikdir. Mətn daxilində, kontekstdə bəzən təbii ki, başqa bir nitq hissəsində əvəz eləyə bilər. Lakin mövcud vəziyyətdə bir cümlə daxilində yalnız sifəti əvəz edən əvəzlikdir və doğru cavab olur D variantı.
Elə sənin də məsələdən xəbərin var idi. Burada eləni düşünə bilərsiniz ki, bu da ədatdır. Yəni sözün cümlənin təsir gücünü artırmağa xidmət edən nitq hissəsidir. Ona görə bunu da çıxırıq. Və keçək 4 nömrəli test tapşırığına. Hansı cümlədə vergül qoyulmamalıdır? O, bu əvəzliyindən sonra, o əvəzliyindən sonra vergülün işlənməsi məsələsində biz qeyd etmişik ki, o əvəzliyi kim sualına cavab versə, şərtlərdən biri budur ki, kim sualına cavab versə, özündən sonra isim, sifət, say, əvəzlik yox, zərf, feilin təsriflənməyən formalarından feil sifət, köməkçi nitq hissələrindən modal söz və nida gələrsə, vergül qoyulur. Təbii ki, o kim sualına cavab verməlidir. Yox, kim sualına cavab vermirsə, özündən sonra bu nitq hissələri gəlsə, o zaman vergül qoyulmur. İndi gəlin baxaq. O imtahana hazırlaşır. Kim o? O kim sualına cavab verdi və imtahan ismi gəlibdir. Vergül qoyulmalıdır, problem yoxdur. O uşaqları bugün kinoya aparacaq. O kim sualına cavab verir və uşaq ismi gəlibdir. Vergül qoyulmalıdır, problem yoxdur. O səhər şəhərə yola düşür. Burada səhər zərfdir. O kim sualına cavab verir. Yəni o səhər şəhərə yola düşür. Kim o? Və zərf gələndə də odan sonra o da kim sualına cavab verəndə vergül işarəsi qoyulur, problem yoxdur. O istedadlı şairdir. Kim o, kim sualına cavab verir və istedadlı sifəti gəlibdir. Demək ki, vergül işarəsi qoyulmalıdır, problem yoxdur. Burada doğru cavab olacaq A variantı. Gələndə, anda, əndə feili bağlamanın şəkilçisidir və feili bağlama gəlibdir. Feili bağlama gələndə, yəni biz qeyd etmişdik ki, feilin təsriflənmə formalarından yalnız feili sifət gələndə vergül qoyulur. Feili bağlama gələndə vergül qoyulmayacaq. O gələndə hamı artıq toplaşmışdı. Kim? O gələndə. Düzdürmü? Kim sualına cavab verir. Lakin feili bağlama gəldiyinə görə vergül işarəsi qoyulmamalıdır. Bu fikir yanlışdır. Yəni, belə deyək də, feilin təsriflənməyən formalarından feili sifət gələndə vergül qoyulur. Şərt odur ki, o kim sualına cavab verməlidir. Yerdə qalan təsriflənməyən formalar gələndə vergül işarəsi qoyulmur və feilin təsriflənən formaları gələndə də, yəni feilin şəkilləri, zamanları olan həmin o feilin təsriflənən formaları da gələndə vergül işarəsi qoyulmur. Yəni sadəcə feillərdə feilin təsriflənməyən formalarından feili sifətdə vergül qoyulur. Təbii ki, o da kim sualına cavab verirsə əgər belədir. Köməkçi nitq hissələrindən isə təbii ki, qoşmadır, bağlayıcıdır, ədatdır. Bunlarda vergül işarəsi qoyulmur. Odan sonra gəlibsə vergül işarəsi qoyulmur. Yox, modal söz və nida gəlibsə o zaman qoyulur. Təbii ki, modal sözlərdə bəzi istisnalar da var. İndi burada geniş məlumat vermək olmur. Əvəzlikdən sonra əvəzliyin özü gəlibsə vergül qoyulmur. Amma əgər əvəzliklər arasında sadalama intonasiyası varsa, o zaman vergül işarəsi qoyulur. Yəni bununla bağlı kanalımızda video izah yerləşdiriləcək. Belə ki, o bu əvəzliklərindən sonra nə zaman vergül işarəsi qoyulur, nə zaman qoyulmur. Yəni bununla bağlı kanalımızda video olacaq. Təbii ki, bunun üçün də, yəni bundan dərhal xəbəriniz olsun deyə mütləq kanalımıza abunə olun. Baxın, abunə olmaq elə bir anlayışdır ki, abunə olanda biz görürük ki, abunə sayımız artır. Demək ki, bizdən istəyirlər, yəni videonun davamını istəyirlər. Ona görə biz çalışırıq ki, yeni məzmunlu videolar hazırlayaq. Təbii ki, hələ qabaqda sizi daha böyük bir videolar gözləyir. Biz gözləyirik ki, kanalımızda abunə sayı artsın ki, həmin videoları təqdim edək. Ona görə mütləq siz çalışın ki, abunə sayını daha da çox artırın və bunun üçün nə edə bilərsiniz? Təbii ki, kanalımıza abunə ola bilərsiniz. Daha sonra videonun linkini əgər icazə verirlərsə, olduğunuz qruplarda paylaşa bilərsiniz. Daha sonra öz yaxın həmkarlarınıza atıb abunə olmağını istəyə bilərsiniz ki, bu da onların öz xeyrinədir. Daha sonra hansısa bir abituriyent və digər şagird və s. Ümumiyyətlə, bu kanala Azərbaycan dilindən hazırlaşan hər kəs abunə ola bilər və onlar üçün də faydalı videolar paylaşılacaq və onlar üçün də faydalı videolar paylaşılıbdır. Dediyim kimi, abunə sayı artarsa, biz də sertifikasiya imtahanına qədər sizə dəstək olacaq. Amma hansı ki, o iri məzmunlu, böyük bir videolarımız var, hansı ki, bu videolar sizlər üçün daha çox faydalı olacaq və o videoların gəlməsi üçün biz kanalımızda abunə sayının müəyyən qədər artmasını gözləyirik və çalışın ki, siz də bu prosesdə bizə dəstək olasınız. Təbii ki, biz də sizə dəstək olmağa hər zaman davam edəcəyik. İndi isə keçək 5 nömrəli test tapşırığına. Cümlələrin birində isim yoxdur.
İsim olmayan variant lazımdır. Cavanlar təbii ki, ismi sualına cavab versə də burada isimləşmə var. Yəni sifətdir bu, sifət. Nitq hissəsi baxımından sifətdir. Burada nitq hissəsi baxımından soruşur da. Yəni əgər desəydi ki, sifətləşmiş isim, isimləşmiş sifət, o zaman o şərt daxilində baxardıq. Mövcud vəziyyətdə cümlələrin birində isim yoxdur deyir. Baxırıq. Musiqiçi ismi var, yəni burada isim var. Yaz ismi var. Düzdürmü? Onların arasında ismi var. Arasında sözü isimdir. Xəstə təbii ki, sifətdir. Amma müalicə və şöbə sözləri, müraciət etmək heç, bu mürəkkəb tərkibi feildir. Müalicə və şöbə sözləri isimdir. Aşağı zərfdir. Cavanlarla, kimlərlə desəz, ismin sualına cavab versə də, cavan sifətdir. Üzərində olan ismin şəkilçisi onu isimləşməyə gətirib çıxarıbdır. Özündən sonraki ismi bərpa etsək, aşağı cavan adamlarla doluydu. Adam ismini bərpa etdi, demək ki, sifətdən sonra gələn isim özünü itiribdir. Və sifət özündən sonra gələn ismi itirəndə də isimləşmiş hesab olunur. Və burada nitq hissəsi baxımından amma sifət olaraq qalıbdır. Sifət. Bu zərfdir məsələn. Zərf. Bu sifətdir. Doğru sözü də burada nədir? Təbii ki, burada sifətdir. Sifət. Demək, burada isim yoxdur. Doğru cavab olur E variantı. Belə dəyərli müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Əgər video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Ən əsas məsələ bir daha qeyd edirik, kanalımıza abunə olmaqdır. Və növbəti videonun nə ilə bağlı olmasını istəyirsinizsə, onu da şərh hissəsində qeyd edin. Təbii ki, biz nəzərimizdə tutmuşuq ki, bu əvəzliklərindən sonra vergülün qoyulması ilə bağlı kanalımıza video yükləyək, sintaktik təhlil ilə bağlı, durğu işarələri ilə bağlı. Yəni, biz istəyirik ki, rəy hissəsində siz də öz fikirlərinizi bildirəsiniz. Bəzən videonu izləyənlər xəsislik eləyir, yəni videonu bəyənmək istəmir, videonu boş izləyir və keçir növbəti videonu izləyir, bu formada davam edir. Amma bilin ki, yəni bu videonu bəyənməkdir, videonu paylaşmaqdır, baxış sayının artmasıdır. Bunlar bizə motivasiya verir, bizi stimullaşdırır ki, biz daha çox sizlərə dəstək olaq. Ona görə çalışın ki, yəni özünüzə dəstək olasınız. Yəni videonu bəyənməkdir, rəy yazmaqdır, videonu paylaşmaqdır, abunə sayının artmasıdır. Bunlar birbaşa özünüzə verdiyiniz dəstəkdir. Ona görə bu videodan sonra düşünürəm ki, kanalımızda abunə sayı daha da artacaq və biz daha da həvəslənəcəyik, daha da çox sizin üçün videolar çəkmiş olacaq. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.